Salam dəyərli tələbələr. Bizə 4 may 2025-ci ildə Master nömrə 1 tədris mərkəzində keçirilən sınaq imtahanından informatika suallarının izahını təqdim eləyəcəm. Sizə sınağın izahını təqdim eləyən kursumuzun informatika üzrə fən rəhbəri Aytən Hüseynova olacaqdır. Gəlin vaxt itirmədən ümumi sınaq 8 imtahanından informatika suallarının izahına keçid alaq. Birinci qapalı nömrəli test nümunələri. Başlayaq. 21-ci sual. 21-ci sualda bizə deyir ki, ikinci nəsil ehimlərə aid olan fikirləri seçin. Söhbət ehimlərin elektron hesablama maşınlarının ikinci nəslindən gedir. Birinci bənddə yazıb ki, aparat proqram vasitələrindən birgə istifadə olunmağa başlamışdır. Aparat və proqram vasitələrindən birgə istifadə olunmağa başlanılıb 3-cü nəsildən, əziz tələbələr. Yəni, birinci cavabımız yanlışdır. Bütün kompüterlərdə yalnız riyazi məsələlər istifadə olunmağa başlayırdı. Xeyr. İkinci nəsildə mətn tipli informasiyanın emalına da başlayıblar. Ona görə orada ancaq riyazi məsələlər həll olunmayıb. Yəni, ikinci səhvdir. İlk dəfə bu nəsildə alqoritmik dillərdən istifadə olunmağa başlamışdır. Bəli, doğrudur. Mətn tipli informasiyanın emalı məhz bu nəsildə olub. Bəli, doğrudur. Xarici yaddaş qurğusu maqnit disk. Xeyr, uşaqlar. Xarici yaddaş qurğusu olaraq maqnit disklərdən 3-cü nəsildə istifadə olunmağa başlayıb. Yadda saxlayın, 2-ci nəslin xarici yaddaş qurğusu maqnit lentləri olmuşdur. Yəni, 5-ci cavabımız da yanlışdır. Bizdən doğruları soruşurdu. 3-cü bənd və 4-cü bənd. Yəni, doğru cavabımız D variantı. Aha, növbəti suala keçid alaq. Dizayn rejimində yaradılan cədvəlin 3-cü sütunun adı nədir? Söhbət Access proqramından gedir. Gəlin Access proqramına daxil olaq. Access proqramında cədvəlləri yaratmaq üçün, qurmaq üçün istifadə olunan rejim var. Həmin o rejimin adına, yəni tərtib olunma rejimin adına dizayn rejimi deyirlər. Adi halda Access proqramına daxil olanda biz bu görüntünü görürük və ekranın sağ aşağı tərəfinə baxsaq, bizim hal-hazırda gördüyümüz rejim Datasheet View rejimidir. Yəqin ki, görürsünüz. Onun yanında Design View rejimi var. Siz bu rejimə daxil olsanız, burada olan cədvəlin yaradılması, tərtib olunma rejiminə daxil ola bilərsiniz. Və hal-hazırda daxil olduğumuz isə Design rejimidir. Design rejimində cədvəl yaradırlar və bu cədvəlin ümumilikdə 3 dənə sütunu var. Birinci sütunun adı field name'dir. Siz bura sahələri yazırsınız, sütunların adlarını yazırsınız. Yəni, data type, burada verilənlərin tiplərini təyin edirsiniz. Üçüncü sütunumuzun adı isə gördüyünüz kimi description'dır. Əlavə olaraq onu da yadda saxlayın ki, field name və data type sütunlarını doldurmaq məcburidir. Description əlavə təsvir deməkdir. O hissəni boş da saxlaya bilərsiniz. Yəni, gördüyümüz kimi üçüncü sütunun adı description'dır. Bizim sualımızın cavabı olacaq description, yəni C variantı. Daha sonra 23 nömrəli sual. Excel 2019-dan olan bu sual nümunəsi bir B2 xanasına yazılmış düsturun nəticəsi nə olacaq? Ümumiyyətlə, iç-içə funksiyalar görürsünüzsə, həmişə birinci funksiyanın içini həll eləmək lazımdır. Biz burada iki növ not funksiyası görürük. Birinci daxildəki notu eləyirik. Notun içində yazılıb ki, 7 kiçikdir 5-dən. Bilirik ki, 7 5-dən kiçik deyil. Amma not funksiyası bunu tərsinə yönləndirir. 7 5-dən kiçik deyil. Bu səhvdir, amma not funksiyası bunu true eləyəcək. Yəni, daxili funksiyamızın cavabı true oldu. Amma bizim bir dənə də qarşıda not funksiyamız var. Not isə o true'nu nəyə çevirəcək? False-a çevirəcək. Yəni, 23-cü sualımızın cavabı oldu D bəndi. Daha sonra 24 nömrəli test tapşırığına keçid alaq. 24 nömrəli test tapşırığında protokollardan söhbət gedir. SMTP protokolunun vəzifəsi nədir? Ümumiyyətlə, kompüter şəbəkələrində olan kompüterlərin bir-biri ilə ünsiyyət dilinə protokol deyirlər. SMTP elektron post protokoludur. Elektron postun SMTP, POP3, IMAP adlanan protokolları var. POP3 və IMAP protokolları elektron postla məlumatların alınması üçündür. SMTP isə elektron postla məktubları göndərmək üçün istifadə olunan protokoldur. Doğru cavabımız C variantıdır. Gəlin o biri variantlarda nəzər yetirək. Faylların bir kompüterdən digər kompüterə ötürülməsi. Bu FTP protokolunun tərifidir. Səhvlər haqqında məlumat bu
İZMP adlı protokolumuz var, ona aiddir. Veb sənədlərin əliyetərliyini təmin etmək bu HTTP protokolunun tərifidir. Elektron məktubları qəbul etmək isə POP3 və yaxud IMAP protokollarından istifadə olunur. Bunlar da nəzərinizdə olsun. Daha sonra 25 nömrəli test tapşırığına keçid alaq. Bring forward və send backward əmrləri hansı lent qrupuna aiddir? Söhbət Word-dən gedir. Gəlin real olaraq bunu göstərək. Layout tabının içinə daxil olsaz, Layout tabının içində Arrange adlanan lent qrupu görürsünüz hal-hazırda. Həmin o lent qrupunun əmrləridir. Hal-hazırda bu əmrlər passivdir. Siz ekrana bir çox şəkil, fiqur, yəni əlavə eləmiş olsaz, o halda bu əmrlər, belə deyək, aktiv olur. Hansısa bir şəkil qoysaz, hansısa bir fiqur qoysaz, həmin o əmrləri aktiv eləyə bilərsiniz. Misal üçün, bir dənə smiley fiquru əlavə edirəm. Tutaq ki, gördüyünüz kimi bu əmrlər aktiv olmağa başladı. Hansısa çoxlu şəkil fiquru varsa, həmin o şəkil fiquru öndə yerləşdirmək üçün, arxada yerləşdirmək üçün bu əmrlərdən istifadə olunur. Gördüyünüz kimi hardadır? Arrange lent qrupunda, yəni bizim doğru cavabımız olacaq D variantı. Beləliklə 25 nömrəli testimizin cavabı olur D variantı. Gəlin onu da işarələyək sizin üçün. Aha. Daha sonra 26 nömrəli suala keçid alaq. Aşağıdakılardan hansılar lüğət proqramlarına aid deyildir? Deməli, əziz tələbələr, bir lüğət proqramları var, bir də tərcümə proqramları var. Bunları bir-birindən ayırmaq lazımdır. Polyglot lüğət proqramına aiddir. Style, o da lüğət proqramına aiddir. Oxford, Lingvo, bunlar lüğət proqramlarına aiddir. Prompt isə tərcümə proqramıdır. Promptdur, dilmansdır, bunlar nəzərinizdə olsun. Bunlar lüğət proqramı deyil, tərcümə proqramlarına aid. Yəni, doğru cavabımız olur C variantı. Daha sonra 27 nömrəli test tapşırığına keçid alaq. 27 nömrəli test tapşırığında söhbət Excel 2019-dan gedir. Deyir, doğru fikirləri seçin. Gəlin, vaxt itirmədən testimizə keçid alaq. Deməli, birinci cavab, birinci bəndimiz. Birinci bəndimizdə deyir ki, kursorun dayandığı xananın olduğu sətri seçmək üçün Ctrl Space Bar düyməsindən istifadə olunur. Xeyr, uşaqlar. Kursorun olduğu xananı seçmək üçün Shift Space Bar düyməsindən istifadə olunur. Ctrl Space Bar isə sütunu seçmək üçün istifadə olunur. Sətri seçmək üçün deyil. Yəni, birinci cavabımız yanlışdır. Fill əmrinin alt əmri olan menüsündəki Across Worksheet əmri iş vərəqlərində seçilmiş xanaların digər seçilmiş vərəqlərlə doldurmaq üçündür. Ümumiyyətlə, fill doldurmaq əmridir. Fillin içindən siz solda olan məlumatları sağa doldurmaq üçün, aşağıda olan məlumatları yuxarı doldurmaq üçün, həmçinin ədədi və hindəzi silsilə yaratmaq üçün də istifadə edə bilərik. Fill əmri bizdə Home tabında Editing lent qrupunda yerləşir, gördüyünüz kimi və bu fill əmrinin alt əmrləridir. Burada da Worksheet əmrini görə bilərsiniz. Worksheet əmri müxtəlif xanalarda iş vərəqində olan seçilmiş xanaları digər iş vərəqinin xanaları ilə doldurmaq üçün istifadə olunur. Burada down əmri var, yuxarıda verilənləri aşağı doldurmaq üçün. Right əmri var, soldakıları sağa doldurmaq üçün. Həmçinin bura daxil olub ədədi həndəsi silsilələr də yarada bilərsiniz. Yəni, ikinci cavabımız doğrudur. Data validation əmri bir neçə diapazonda yerləşən qiymətləri eyni bir diapazonda yerləşir. Xeyr, uşaqlar. Gəlin data validation'ın harada olduğuna baxaq. Data validation əmri data tabında yerləşir və data validation'ın mənası xanalara məhdudiyyət qoymaqdır. Misal üçün, tutaq ki, hansısa bir xanaya istəyirsiniz ki, 30-dan 50-yə qədər ədədlər yazılsın. Daxil olursunuz data validation'ın içinə. Burada hal-hazırda any value görürsünüz. Yəni, istənilən qiymət okeydir. Amma misal üçün, tutaq ki, tam ədədlər seçirəm və bura yazıram ki, tutaq ki, 40. Misal üçün, burada yazıram ki, tutaq ki, 60 və okey basıram. Bu demək ki, mən bu xanaya 40-60 özləri daxil ancaq ədədlər yaza bilərəm. Misal üçün, 80 yazıram bura. Enteri basıram, gördüyünüz kimi qəbul eləmir. Çünki mən məhdudiyyət qoymuşdum 40-60 arasında. Amma misal üçün,
Tutaq ki, götürüb bura 50 yazsam, qəbul edir. Buna deyirlər məhdudiyyət. Yəni, data validation məhdudiyyət qoyur. Burada isə gördüyünüz kimi başqa cavab yazılıb, yəni yanlışdır. Sonra, iş kitabının mühafizə edilə bilməsi üçün, iş kitabının mühafizə edilə bilməsi üçün Homeland tabında heç bir əmr nəzərdə tutulmamışdır. Doğrudur, uşaqlar. Mühafizə ilə bağlı Homeland tabında əmr var, amma o kitabın mühafizəsi üçün deyil. Gəlin gedək, mən bunu sizə də göstərim. Deməli, Home tabında format əmrinə daxil olsaz, bunun alt əmrlərində görə bilərsiniz. Protect sheet, yəni vərəqə parol qoymaq. Amma bizə kitab deyir, yəni yoxdur. Lock cell, yəni xananı kilidləmək. Gördüyünüz kimi kitabla bağlı burada heç bir məlumat yoxdur. Siz əgər kitaba parol qoymaq istəyirsinizsə, bunun üçün review tabına daxil ola bilərsiniz. Review tabında gördüyünüz kimi Protect Webbook əmri var. Həmçinin file menüsuna daxil ola bilərsiniz. File menüsunda, misal üçün, info əmrindən siz Protect Webbook, yəni kitabınıza parol qoya bilərsiniz. Ona görə yəni, nəzərdə tutulmamışdır, yazıb doğrudur. Verilənlərin təsvir formalarından asılı olaraq vərəqlərin 4 tipi var. Bu doğru cavabdır. İndi onun haqqında onu da göstərərəm sizə. İş kitabının adında bu simvollarından, yəni mötərizə simvollarından istifadə edilə bilməz. Bu doğru cavabdır. Gəlin gedək göstərim onları sizə. Deməli, siz vərəqə ad qoymaq istəsəz, misal üçün, gəlin ad qoymağa çalışaq. Siz vərəqə ad qoymaq istəsəz, həmin o transkript mötərizələrindən adda istifadə edə bilmərsiniz. Misal üçün, rename elədim, sildim. Baxın, belə bir dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsi bizə nələr deyir? Bu dialoq pəncərəsi bizə deyir ki, vərəqin adının uzunluğu maksimum 31 simvoldan ibarətdir. Vərəqin adında 2 nöqtə, xətlər, sual, ulduz, transkript mötərizələri bunlardan istifadə oluna bilməz. Və həmçinin deyir ki, vərəqin adını boş saxlamaq olmaz. Amma uşaqlar, bu vərəqin adı ilə bağlı olan temadır. İndi biz sualımıza qaydaq. Bizim sualımızda vərəq yazılmayıb. Gəlin gedək, mən oxuyayım sualı bir daha sizə. Burada iş kitabının adında yazılıb. Aha, tələbələr, sualımıza geri dönsək. Mən bayaq oxuyanda da bunu vərəq olaraq oxudum sizə, amma vərəq yazılmayıb. Gördüyünüz kimi kitab yazılıb. Əgər vərəq yazılsaydı, 6-cı cavab doğru cavab olardı. Onu çatdırmaq istəyirdim sizə. Amma kitab yazılıb. İşte kitabın adında isə siz bu işarələrdən istifadə edə bilərsiniz. Mənim az əvvəl sizə göstərdiyim vərəqin adında olmayan işarələr idi. Amma burada işte kitab yazıb. Kitab isə Excel sənədinin adıdır. Yəni siz Exceldə bir sənəd yaratsanız adına kitab deyirlər. Yəni Excel faylı. Excel faylın adında isə siz bu işarədən istifadə edə bilərsiniz. Faylın adında olmayan işarələri isə əziz tələbələr. Bunlardır. Gəlin onları da sizə göstərim. Gördüyünüz kimi bunun da adını dəyişsəm, bu isə faylın adında olmayan işarələrdir. Və burada görürsünüz ki, transkript mötərizəsi yoxdur. 2 nöqtədir, ulduz, sual, böyük kiçidir işarələri və gördüyünüz işarələr, amma burada transkript mötərizəsi yoxdur. Sizə sualın şərtində, gəlin diqqətli olaq, sizə sualın şərtində kitab dediyi üçün, yəni söhbət Excel faylından gedir. Ona görə bu işarədən istifadə edilə bilməz yazıb, amma yanlışdır. Əgər vərəq yazılsaydı, onda cavab doğru olardı. Amma kitab yazıldığı üçün cavab doğru deyil. Yəni bilməz yazıb, amma siz istifadə edə bilərsiniz. Yəni 6-cı cavabımız yanlışdır. 5-ci cavabımız isə az əvvəl dedim, doğru cavabdır. Ümumiyyətlə, Excel proqramına daxil olsanız, adi halda sıfırdan bir Excel açmış olsanız, bizim bir dənə sheet, yəni bir dənə susmaya görə bir dənə worksheetimiz aktiv olur. Amma siz iş prosesindən asılı olaraq, verilənlərin təsvir formasından asılı olaraq 4 növ tipdə vərəq yarada bilərsiniz. Onlar hansılardır? Cədvəllərin emalı üçün, yaradılması üçün worksheet var. Sonra siz diaqramlarla işləsəz,
Bu halda chart sheet adlanan diaqram vərəqləri var. Sonra dialoqların yaradılması üçün dialoq sheet var. Bir də makroslarla işləsəz, bu halda makro sheet adlanan vərəqlər var. Yəni, verilənlərin təsvir formasından asılı olaraq Excel-də vərəqlərin tipləri 4 növdə olur. Worksheet, chart sheet, dialoq sheet, bir də makro sheet. Kitablarınızda da görə bilərsiniz. Yəni, doğru cavabımız olur 2, 4, 5. Yəni, Y bəndi əziz tələbələr. Daha sonra suallarımıza davam edək. 28 nömrəli sual. Aşağıdakı üsullardan neçəsi, sualın şərtində neçəsi tapşırıq menecerini açmaq üçün istifadə olunur? Klaviaturadan Ctrl Shift Escape düymələrini basmaqla bu doğrudur. Startın düyməsinin üzərində sol düyməni, xeyr uşaqlar, startın üzərində, start baş menü üzərində siz sağ düyməni bassaz, burada task meneceri görə bilərsiniz. Sol düymə yazıldığı üçün yanlışdır. Daha sonra WinR, WinR nədir? Hansısa bir proqramın cəld icrası üçündür. Ona run proqramı deyirlər. Siz run proqramına daxil olub bu əmri yazmaqla yenə task meneceri aça bilərsiniz. Sonra Ctrl+Alt Delete düyməsi bunun vasitəsilə də aça bilərsiniz. Tapşırıqlar panelinin üzərində sağ düymə, yəni taskbarın üzərinə gəlib sağ düyməni vurub buradan da task meneceri görə bilərsiniz. Yəni 5-ci cavabımız da doğrudur. Bizdən neçəsi soruşur? 4 dənəsi doğru cavabdır, əziz tələbələr. Daha sonra 29 nömrəli sual. Word 2019 proqramında fayl menyusundan hansı əmr vasitəsilə mövzu sənədi fərqli genişlənmədə yadda saxlamaq olar? Söhbət faylın tipini, uzantısını dəyişməkdən gedir. İki yolla dəyişə bilərsiniz, əziz tələbələr. Birincisi, fayl menyusundan save as əmrinə daxil olsaz, siz buradan faylın tipini müxtəlif formalarda yadda saxlaya bilərsiniz. Gördüyünüz kimi faylın tipini dəyişə bilərsiniz. Bu bir yol, save as. İkinci yolunuz da fayldan export əmrinə daxil olsaz, burada gördüyünüz kimi yazıb change file tip, yəni faylın tipini dəyişə bilərsiniz. Yəni bu da nəzərinizdə olsun. Yəni doğru cavabımız olur save as əmri, həmçinin export əmrləri. O da hansı variantdadır? D variantında. Doğru cavabımız D. Daha sonra 30-cu sual. Bizə deyir ki, A1 və B1 diapazonu seçilmişdir. Daha sonra formula tabından autosum əmri icra olunarsa, A3 və B3 xanalarına hansı ədədlər yazılacaq? Gəlin gedək bu sualı real olaraq sizə quraq və göstərək əziz tələbələr. Deməli, gəlin Excel proqramına daxil olaq. Bu bizim Excelimiz. Aha, deyir ki, A1-ə 10 yazılıb. Daha sonra A2-yə də 30 yazılıb testimizdə, B1-ə 20 yazılıb, B2-yə də 40 yazılıb. Aha, deyir ki, A1, B1 diapazonu seçilib. Yəni biz də bu diapazonu seçək. Daha sonra deyir ki, formula tabında autosum əmri. Formula tabında autosum əmrinə daxil olsaz, eləcə deyir ki, autosum əmrini icra eləsək nə olar? Biz də autosumu basırıq. Gördüyünüz kimi, autosumu adi halda basanda sütunlar üzrə o verilən ədədləri cəmləyir. A1 ilə A2-yə 10 ilə 30 yazmışdı. Topladı A3 xanasına 40 yazdı gördüyünüz kimi. B1 ilə B2-yə 20 ilə 40 yazmışdı. Topladı onları 60 yazdı. Gəlin bir daha göstərim. Gördüyünüz kimi seçmişik. Autosumu basıram. Nə baş verdi? Sütun üzrə topladı, bura 40 yazdı. Sütun üzrə bunları topladı, 60 yazdı. Yəni A3 xanasına 40, B3 xanasına isə 60 yazıldı. Gəlin gedək cavablardan biz cavabımızı tapaq. Deməli, A3 xanasına 40, yəni 10 ilə 30-u topladı 40. B3 xanasına isə 60 yazıldı. Cavablarımızın içində cavab C variantı. Yəqin ki, aydındır, real göstərməyə çalışır. Daha sonra əziz tələbələr, keçək 31 nömrəli sualı. 31-də deyir ki, slayddakı simvollar arası məsafəni artırmaq üçün home lent tabının hansı lent qrupundan istifadə olunur? Hansı lent qrupundan istifadə olunur? Gəlin gedək baxaq. PowerPoint proqramı. PowerPoint proqramında home tabında font lent qrupunda bu əmr var uşaqlar. Bu əmrin adına deyirlər character spacing, yəni simvol arası məsafə. Siz hansısa bir sözü yazıb, seçib
onun məsafəsini gördüyünüz kimi hal-hazırda ekranda da görürsünüz. Simvolları arasındakı məsafəni artırıb azalda bilərsiniz. Bu da hardadır gördüyünüz kimi? Font length qrupunda. Yəni doğru cavabımız olur B variantı. Daha sonra 32 nömrəli testimizə keçid alaq. Deyir, verilmiş lent qrupu PowerPoint proqramında hansı lent tabında yerləşir? Ümumiyyətlə, əziz tələbələr, nəzərinizdə olsun, zoom, yəni söhbət miqyasdan gedir. Miqyas əmri, zoom əmri bütün proqramlarda, Word-də də, Excel-də də, PowerPoint-də də hamısında view tabının içindədir. Amma gəlin, mən sırf bunu PowerPoint-da da sizə göstərim. PowerPoint-da da view tabının içində bu zoom-u görə bilərsiniz. PowerPoint proqramının miqyası isə 10% ilə 400% arasında dəyişir. Slide sorter rejimində olsa 20 və 200% arasında dəyişir. Gördüyünüz kimi view-da yerləşir. Yəni doğru cavabımız olur Y bəndi. Daha sonra 33 nömrəli sual. Deməli, bizə belə bir sxem verilib. Hansısa bir qrafikanın proqramları verilib. Adobe Freehand-dən tuta bilirik ki, Adobe Freehand hansı qrafika növünə aid idi? Vektor qrafikasına aid idi. Adobe Freehand-in genişlənməsi, yəni Adobe Freehand proqramının uzantısı, onun uzantısı FH5-dir. FH7 uzantısı da var. Cıdırı görürük burada, nöqtə cıdırı. Bu isə CorelDRAW proqramının genişlənməsidir. Və salam. Birin yerində vektor olacaq, 2-də CorelDRAW olacaq, 3-də də Adobe Freehand-in uzantısı FH5. Yəni doğru cavabımız, əziz tələbələr, D variantı. Yəni sxemdə sadəcə verilən, yəni nələr çatmırsa onları yerinə qoymaq lazımdır, gördüyünüz kimi. Daha sonra yolumuza davam edək. 34 nömrəli sual. Gəlin, burada mən yer açım və məsələni sizin üçün yazaq. Aha. Deməli, 34 nömrəli sual. 34 nömrəli sual tipi qəbullarda olmuş sual tiplərindəndir. Sadəcə adi formada tənasib quracaqsınız. Bizə deyir ki, 80 megabayt tutumuna malik olan fayl 1600 megabit sürətlə ötürülür. Uşaqlar, vahidləri çevirməyə ehtiyac yoxdur, çünki bu da megabitdir, bu da megabitdir. Yəni, ixtisar gedir. 80 megabaytdır, cavabı da megabaytla istəyir. Yəni, heç nə çevirməyinizə ehtiyac yoxdur. Sadəcə elementar tənasib quracaqsınız. 80 megabaytlıq 1600 sürətlə ötürülür. X megabaytlıq faylda ötürülür 1300-lə. Və salam, X buradan tapaq. 80 vurulsun 1300, bölünsün 1600. Sıfırları buradan silsəz, 8-dən də 16-nı ixtisar aparsaz, burada 2 qalır, burada isə 10 qalır, elə öz yerində. Və salam, eləyir 130, bölünsün 2. O da eləyir uşaqlar 65. Yəni, doğru cavabımız olur Y variantı. Və salam. Daha sonra gəlin növbəti test tapşırığına keçid alaq. 35 nömrəli sual. 35 nömrəli sualda bizə deyir ki, A2 ədədi verilib 206, 203, 202 və 201 ədədlərinin cəmi şəklindədir. Deyir, 16-lıq say sisteminə çevrilməsindən alınan ədədi tapın. Siz nə edə bilərsiniz? Bunun hamısını toplasaq, cəmi alsaq, bu onluq say sistemində olacaq. Onu 16-ya bölərək yaza bilərsiniz. Və yaxud məndən daha asan yol desəz, verilən ədəd qüvvət şəklində verilibsə, ən böyük qüvvətdən küçük sıfıra qədər hərəkət edirsiniz. Cəmləmədə hansı qüvvətləri görürsünüzsə, yerinə 1 yazırsınız. Hansı qüvvətləri görmürsünüzsə, yerinə 0 yazırsınız. İndi küçük 6 var, yazırıq yerinə 1. Küçük 6-dan keçib küçük 3-ə. Uşaqlar, küçük 5 yoxdur, küçük 4 yoxdur. Hansı qüvvətlər yoxdursa, onların yerinə 0 yazırsınız. Küçük 5 yoxdur. Küçük 4-də yoxdur. Küçük 3 var. Küçük 2 var. Küçük 1 var. Ən sonda isə həmişə küçük 0 olur. O yoxdur. Və salam, bu ikili ədəd. İndi uşaqlar, çeviririk 16-lıq say sisteminə. Say sistemindən 16-lıq say sisteminə çevirəndə 4-4 ayırırıq. 1, 2, 3, 4 ayırdıq. Daha sonra 1, 2, 3,
Bir dənə ədədimiz çatmır 4-ə, önünə 0 əlavə edirik. Və bizim qaydamız var idi. 8, 4, 2, 1 qaydası. 8, 4, 2, 1 rəqəmlərini yazırsınız. Və 8, 4, 2, 1 rəqəmlərindən kimlər 0-ın qüvvətinə düşübsə onu atırsınız. 1-in qüvvətindəkiləri isə cəmləyirsiniz. 8, 4, 2 bunları cəmləyin. 8-in üstünə 4 gələndə 12, onun da üstünə 2 gələndə 14. Amma uşaqlar, cavabı 14 yazmaq lazım deyil. Çünki biz 16-lıq say sistemindəyik. 16-lıq say sistemində 14 hansı hərfdir? Y hərfidir. A 10-dur, B 11-dir, C 12-dir, D 13-dür, Y də 14. Y. Burada da 0-ın qüvvətindəkiləri atsaz qalır bir dənə 4. Və salam. 4 Y. Bu sizin ədədiniz. Yəni sualımızın doğru cavabı olur C variantı. Və salam. 36-cı sual. Cədvəl və sorğuların lazımi şəklində çapa hazırlanması üçün VBC-nin hansı obyektindən istifadə olunur? Yadda saxlayın. Bir cümlədə çap yazıbsa, çapdan söhbət gedirsə, söhbət VBC-nin hesabat adlanan, reports adlanan obyektindən gedir. Doğru cavabımız B variantıdır. Bəs makroslar nədir? Makroslar tez-tez istifadə olunan əmrləri sadələşdirmək üçün, avtomatlaşdırmaq üçün istifadə olunur. Sorğular lazımı verilənləri seçməyə, axtarmağa, lazımı verilənləri əldə etmək üçün istifadə olunur. Modullar Visual Basic dilində yazılmış mürəkkəb proqram prosedurlarına deyilir. Formalar isə bazaya daxil olunan verilənlərə baxmaq üçün, lazım olan verilənləri orada daxil etmək üçün istifadə olunur. Doğru cavabımız isə B variantıdır, əziz tələbələr. Daha sonra 37-ci sual. Bizə deyir ki, doğru olmayan fikirləri seçin. İnternet qlobal şəbəkədir. Bəli, uşaqlar. Protokol kompüter şəbəkələrinin bir-biri ilə ünsiyyət dilidir. Bu da doğrudur. FTP ünvanların müəyyən edilməsi protokoldur. Xeyr, uşaqlar. FTP fayl transfer protokol deməkdir. Yəni, faylların ötürülməsi protokoludur. Ünvanların müəyyən edilməsi protokolu isə ARP-dır. Ona Address Resolution protokol deyirlər. Telnet internet xidmətidir. Bəli, uzaqda olan kompüterə daxil olmaq üçün istifadə olunur. Doğrudur. Sonra, Opera axtarış sistemidir. Xeyr, uşaqlar. Opera brauzerdir. Yəni, yanlışdır. Bizdən yanlış cavabları soruşur. Daha sonra, Uber sosial şəbəkədir. Bəli, sosial şəbəkələrin onlayn icmalar adlanan qrupuna aid. Yəni, doğrudur. IP ünvan yaddaşda 6 bayt yer tutur. Xeyr, uşaqlar. IP ünvan yaddaşda 4 bayt yer tutur. 6 bayt yer tutan MAC ünvandır. Yəni, yanlışdır. Bizdən səhvləri soruşur. 3, 5, 7. Yəni, doğru cavabımız D variantı. Daha sonra 38 nömrəli sual. Deyir, BIOS-da olan dəyişiklikləri, vaxtı, tarixi, konfigurasiyanı yadda saxlayan yaddaş vurğusu hansıdır? Əlbəttə ki, CMOS-dan söhbət gedir. CMOS özü batareya formasında olub. BIOS-da olan dəyişiklikləri, parolu, tarixi, vaxtı, konfigurasiyanı yadda saxlayan daxili yaddaş qurğusudur. Gəlin digər cavablar haqqında da danışaq. RAM əməli yaddaşdır. Cari anda olan verilənləri yadda saxlamaq üçündür. FTD ona floppy yaddaş, elastik maqnit disk və yaxud disket deyirlər. Xarici yaddaş qurğusudur. Cəmi 1,44 MB həcmə malikdir. ROM kompüter zavodskoy versiyada istehsal olunanda üzərində gələn yaddaş qurğusudur, enerjidən asılı deyil. SSD isə müasir dövrdə hard diskdən önə keçən əsas xarici yaddaş qurğularından biridir. Həcmi terabaytlarla ölçülür. Bu qədər. 39-cu sualımız. Gəlin burada mən biraz özümə yer atım. 39-cu sualda söhbət alqoritmdən gedir. Gəlin, baxaq. Bir saniyə. 39-cu sual. Deyir, alqoritmin blok sistemlə təsvirində dövrü ifadə etmək üçün istifadə edilən dövr blokunda deyir, dövrün parametrinin yerinə nə yazılmalıdır ki, dövrlərin sayı 6-ya bərabər olsun. Yəni, 6 dənə dövrümüz olsun. Birinci yerdə duran bu 6 bucaqlının fiqurunun içində başlanğıc qiymətdir. İkinci yerdə durana son qiymət deyirlər. Oradan hərəkət eləyə bilərsiniz. Özü də daxildir. Üçüncü yerdə durana isə addım deyirlər. Gəlin bir-bir variantlarını yoxlayaq. İ'nin başlanğıc qiyməti 2-dir.
Əgər siz addımı 3 qoysaz, 3-ü artırıb 18-ə qədər keçsək, görək dövrlərin sayı 6-ya bərabər olacaqmı? Bunun adına modifikasiyalı dövr alqoritmi deyirlər. Modifikasiyalı dövr alqoritmdə i-nin qiymətlərinin sayı elə dövrlərin sayı deməkdir. 3 qiymətin versəz, əziz tələbələr, i-yə 2, 3 vahid artsa olacaq 5, 3 vahid artsa olacaq 8, 3 vahid artsa olacaq 11, 3 vahid artsa olacaq 14, 3 vahid artsa olacaq 17. Bizdən dövrlərin sayının 6-ya bərabər olmağını soruşur. Elə A variantının cavabı tamamilə doğrudur. Bir dənə qiymət, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. Yəni doğru cavabımız elə A variantıdır. Misal üçün uşaqlar, tutaq ki, siz 4 qiymətini versəz, i bərabərdir 2, 4 vahid artsa, i bərabərdir 6, 4 vahid artsa, i bərabərdir 10, 4 vahid artsa, i bərabərdir 14, 4 vahid artsa, i bərabərdir 18. 1, 2, 3, 4, 5. 5 dənə olacaq dövrlərin sayı. Amma bizdən nə istəyir? 6 dənə. Gördüyünüz kimi, addımı 3 versək, i üçün biz 6 dənə qiymət almış oluruq. Yəni, doğru cavabımız A variantı. Digər cavabları da eyni qayda ilə yoxlaya bilərsiniz. Daha sonra 40-cı sual. Bir File Explorer pəncərəsində seçilmiş faylı açmadan onun məzmununa baxmaq üçün hansı əmr ardıcıllığından istifadə olunur? Gəlin gedək baxaq, File Explorerə daxil olaq. Bu bizim File Explorerimiz. Fayllar olan bir tutaq ki, papkaya daxil olaq. Misal üçün, tutaq ki, bunu seçmişəm. Faylı açmadan məzmununa baxmaq istəyirəm. Gəlirəm View tabının içinə. View tabında Preview Pane adlanan əmr var. Siz bu əmri vursaz, sağ tərəfdə gördüyünüz kimi onun tərkibi açılıb. Biz o fayla daxil olmamışıq. Amma sağ tərəfdə onun tərkibini görürük. Gördüyünüz kimi mən bunu sizə göstərirəm. Hardadır? View-da Preview Pane adlanan əmrdən istifadə olunur. Yəni, söhbət gedir View tabında Preview əmrindən. Yəni, 40-ın doğru cavabı olur C variantı. Daha sonra növbəti test tapşırığımıza keçid alaq. 41-ci sual. Hansı mühazirələr, mülahizələr daha doğrusu üzr istəyirəm, doğru deyil. Təkrarlayıcı, repeater, işçi stansiyanı yoğun koaksial kabelə qoşur. Xeyr, uşaqlar. Təkrarlayıcı, yəni repeater, şəbəkə segmentlərini birləşdirən qurğudur. İşçi stansiyanı yoğun koaksial kabelə qoşmaq üçün transceiver adlanan cihazdan istifadə olunur. Funuzlar daxili və xarici olmaqla iki yerə bölünür, düzdür. EGP və EGP adlanan növləri aranızda xatırlayanlar olar. İnternetə dial-up qoşulma zamanı telefon məşğul olmur. Əziz tələbələr, bu yanlışdır. Dial-upda telefon məşğul olur, burada olmur yazılıb. ADSL qoşulma olsaydı, ADSL qoşulmada telefon məşğul olmur. Dial-upda olur. Yəni, üçüncü cavab yanlışdır. Ulduz topologiyası bir istiqamətli qapalı rabitə xəttinə əsaslanır, kanalına əsaslanır. Xeyr, bir istiqamətli anlayışı halqavari topologiyaya aiddir, dairəvi topologiyaya aiddir, yanlışdır. İnternetin əsas protokolu TCP/IP protokoludur. Bəli, internetin əsas və ya baza protokoluna TCP/IP deyilir. 1, 3, 4 bizim doğru cavabımız. Daha sonra 42-ci suala keçid alaq. Deyir ki, əvvəlcə sənətdəki cədvəllər adlandırıldı. Biz hal-hazırda elə Word proqramının içindəyik. Cədvəlləri, sənətdə olan cədvəlləri, şəkilləri, fiqurları adlandırmaq üçün referens tabında Insert Caption adlanan əmr var. Ondan istifadə olunur. Hal-hazırda ekranda da görürsünüz. Insert Caption əmri. Sənətdə olan şəkilləri, fiqurları adlandırmaq üçün istifadə olunur. Yəni, 42-də birinci bizdə gələcək referens, yəni 5. Daha sonra deyir ki, sənətdə olan imtahan sözləri 11 may sözləri ilə əvəz olunur. Əvəz eləmək əmri, uşaqlar, home tabının içində replace əmridir. Siz replace-ə daxil olub, sənədinizdə olan sözləri digər sözlərdən əvəz eləyə bilərsiniz. Replace əmri harada yerləşir? Home tabının içində. Yəni, ikinci yerdə gələcək home. Home-da neçədir? Home-un cavabı 4. Gələcək 4. Daha sonra deyir ki, mündəricat və ədəbiyyat siyahısı əlavə olundu. Mündəricat, ədəbiyyat siyahısı, bunlar referens tabının içindədir. Table of content, buna deyirlər mündəricat. Yəni, yenə cavabda referens bizi qarşılayır.
Daha sonra deyir ki, sənəd DOTX formasında yadda saxlandı. Bunun üçün sənədin siz tipini dəyişməlisiniz. Sənədin tipini dəyişmək üçün də fayl tabına daxil olursunuz. Save as-dən və yaxud export əmrindən sənədin tipini dəyişə bilərsiniz. Yəni söhbət fayldan gedir. Bu da testimizin doğru cavabı olacaq. 5, 4, 5, 6 ardıcıllığın sizdən soruşur. Yəni bunları ardıcıllıqla hardan icra edə bilərsiniz. Buyurun. Daha sonra əziz tələbələr, 43 nömrəli sual. 43 nömrəli sualda söhbət verilmiş şəkildən gedir. Gəlin onun üçün də mən yenə sizə göstərim. Biraz sualı aşağı salaq, daha rahat görə bilməyimiz üçün. Aha, bir də saniyə. Aha, əziz tələbələr. Deyir ki, aşağıda verilmiş pəncərəni aktiv eləmək üçün hansı lent tabından istifadə etmək olar? Gördüyünüz kimi pəncərəmizin adı Navigation pəncərəsidir. Navigation pəncərəsini haralardan aça bilərik? Misal üçün, Home tabının içindən aça bilərik. Home tabının içində Find əmri var. Siz bu əmrə daxil olsanız, gördüyünüz kimi, basan kimi ekranın sol tərəfində Navigation pəncərəsi açıldı. Birincisi deməli Home. Yəni, Home'u götürürük. Cavab olacaq 1. Daha sonra hardan aça bilərik? Insertdən yox, layoutdan yox, referensdən yox, bir də View tabından aça bilərik. View tabında əziz tələbələr Navigation pane əmri var. Buna işarəni qoyan kimi yenə ekranın sol tərəfində həmin pəncərə açılır. Yəni doğru cavabımız 1-1. Hətta uşaqlar, əlavə olaraq nəzərinizə çatdırım ki, cavabların içində yoxdur, amma yenə nəzərinizə çatdırım ki, Review tabının içində də Navigation əmri var. Review'da fiziki qüsurlu şəxslər üçün olan check accessibility bir lent qrupumuz, daha doğrusu bir əmrlərimiz var, accessibility lent qrupunda. Bunun alt əmrlərinə daxil olsanız, burada da Navigation pəncərəsi var. Yəni əlavə olaraq Review tabında da bu əmri görə bilərsiniz. Cavabların içində review yoxdur, amma nəzərinizdə olsun. 1-lə 5 əziz tələbələr, 43-cü sualın cavabı. Daha sonra 44 nömrəli testə keçid alaq. Gəlin, mən burada yenə testi rahat görməyimiz üçün biraz aşağı düşün. Deməli, 44 və 45-ci suallar. Deməli, 44-cü sual, əziz tələbələr. 44-cü sualda deyir ki, MS-DOS əməliyyat sistemi haqqında doğru fikirləri seçin. MS-DOS əməliyyat sistemi uşaqlar əmr yönlü interfeysə malik olub. O, bir məsələli, bir istifadəçili əməliyyat sistemi adlanıb. İnterfeys də əmr yönlü olub. Birinci bənddə yazıb çox məsələlidir. Əlbəttə ki, yanlışdır. İkinci bənddə yazıb ki, bir istifadəçidir. Bəli, doğrudur. Əmr yönlü interfeysə malikdir. Bu da doğrudur. 4-də yazıb ki, interfeys fayl sistemi ilə işləyir. Xeyr, uşaqlar. MS-DOS-da adətən FAT16 adlanan fayl sistemi işləyib. Yəni, fayl sistemlərinin ən belə deyək köhnəsi Interface Windows ailəsində fəaliyyət göstərir və digərlərində. Ona görə yanlışdır. Doğru cavabımız olur. 2 ilə 3. Buyurun. Daha sonra 45 nömrəli sual. 45 nömrəli sualda uyğunluq sualıdır. Gəlin uyğunluq sualına nəzər yetirək. Birinci bənd. Yazıb ki, qrafik informasiyanı kağız üzərinə çap edir. Söhbət çap qurğusundan gedir. Baxırıq ki, cavabların içində cəm zümrət alınıb bir dənə çap qurğusu var, o da Plotter. Kim bilmirsə, Plotter printerin daha bir böyük versiyasıdır. Plotter böyük afişaların, kağızların, A0, A1 tipli böyük kağızların çapı üçün, xəritələrin çapı üçün istifadə olunur. İkinci sual, müxtəlif televiziya verilişlərinin siqnallarını qəbul edir. Söhbət TV tunerdən gedir uşaqlar. Lor dildə desə elə bilin ki, TV tuner televizorun antenası kimi bir şeydir. Siqnalları tutur və kompüterə daxil edir. Yəni, giriş qurğusudur. Cavab A bəndidir. Üçüncü, hərəkəti idarə edici siqnalları çevirən mexaniki manipulyatordur. Bu mexaniki manipulyatora mouse deyirlər uşaqlar. Mouse'un ən köhnə versiyası, naqilli olan versiyası ona manipulyator mouse da deyirlər. Yəni söhbət mouse-dan gedir. Yerdə qalan digər qurğular haqqında danışsaq, C bəndində streamer görürük. Streamer xarici yaddaş qurğusudur, əziz tələbələr. Verilənləri maqnit lentinə yığan qurğuya deyirlər streamer. D bəndində isə digitizer
planşetdən söhbət gedir. Digitizer qrafik planşet adlanır. Hal-hazırda mən sizə sınağı Digitizer vasitəsilə izah edirəm. Yəni onun qələmi vasitəsilə yazılar yazıram. Yəni giriş qurğusudur. Öz qələmi ilə yazılar yazıb kompüterə daxil eləmək üçün istifadə olunur. Yəni cavab variantlarında heç birində bu haqqda bir məlumat yoxdur. Bizdə oldu 1-ə B bəndi, 2 oldu A bəndi, 3-ə də oldu Y bəndi. Bu da bizim doğru cavabımız. Bu qədər əziz tələbələr. Hamınıza qarşıdan gələn 11 may 2-ci cəhd imtahanında ürəkdən uğurlar arzulayıram. İnşallah ürəyini istədiyiniz nəticəni yığıb, ürəyini istədiyi universitetlərə qəbul olmaq arzusu ilə hamınıza uğurlar. Allaha əmanət olun.